Hamını salamlayıram. Sizinlə əlaqə saxlayırıq Sistem, Guru, Markets. Şirkət haqqında ümumi məlumatla başlayaq. Lazım gələrsə videonu dayandıra bilərsiniz. Sözü gedən şirkətin bütün parametrlərini diqqətlə nəzərdən keçirməyi təklif edirik. İndi isə şirkətin cari fundamental göstəricilərini təhlil edək. Checkpoint, Ticker, CHKP. Baxış 30 iyun 2025-ci il tarixinə olan cari məlumata əsaslanır. Təsnifata görə Guru Markets şirkət Checkpoint alt kateqoriyaya aiddir. Soft Security qiymətləndirmədə 27 təşkilat iştirak edir. Bu videonun sonunda sifariş cədvəlinə baxacağıq. Sözü gedən şirkət üçün nəticə 10 baldan 8 bal. Alt kateqoriya üzrə orta bal 0,8 bal. Çox geniş baxsanız bütövlükdə birja çərçivəsində. Bütövlükdə bazar üzrə orta reytingin 1,8 bal olduğunu qeyd edə bilərik. 8 xalla qarşı-qarşıyadır Checkpoint. Şirkətin səhmlərinin qiymətinin dinamikasının müqayisəsi Checkpoint və alt kateqoriyalı şirkətlər. Son 12 ayda şirkətin səhmlərinin olduğunu görürük. Checkpoint 39,2% dəyişiklik göstərib. 40,9% alt kateqoriya üzrə qiymət dinamikasına qarşı. Təşkilatın bazar kapitallaşması Checkpoint 23,45 milyard dollar dəyərində qiymətləndirilib. 462 milyard dollarlıq alt kateqoriya kapitallaşması ilə. Şirkətin balans dəyəri 2,74 milyard dollar olaraq qiymətləndirilir. Və alt kateqoriyanın kapitallaşması 31 milyard dollardır. Fond birjasının səhmlərini və balans kapitallaşmasını müqayisə edərək aşağıdakıları görürük. İşğal olunmuş pay Checkpoint alt kateqoriyada bazar dəyəri qiymətləndirildikdə 5,81% təşkil edir. Balans dəyərinin kapitallaşması 8,823% təşkil edir. Alt kateqoriyada şirkətin bazar payının və balans dəyərinin qiymətləndirilməsi yaxşı 1 bal. Tədqiq olunan şirkətin heç bir borcu yoxdur. Şirkətin maliyyə öhdəliklərinin səviyyəsinə görə nəticə çox yaxşı 2 bal. Şirkətin bazar qiymətinin mənfəətə nisbəti 27,5-dir. 138, 4 alt kateqoriya üçün orta qiymətlə. Alt kateqoriyadakı təşkilatlarla müqayisədə şirkətin səhm qiymətinin mənfəətə nisbətinin qiymətləndirilməsi çox yaxşı 2 bal. Son 12 ayda mənfəət 853 milyon dollar olub. Növbəti 12 ay üçün proqnozlaşdırılan mənfəətin 1,174 milyon dollar olacağı gözlənilir. Alt kateqoriya ilə müqayisədə gözlənilən gələcək mənfəət göstəricilərinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Şirkətin dəyərinin gəlirə nisbəti 9. Alt kateqoriya üçün orta qiymət 12,7-dir. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə şirkətin birja dəyərinin gəlirə nisbətinin qiymətləndirilməsi yaxşı 0,5 bal. Son 12 ayda gəlir 2,6 milyard dollar olub. Növbəti 12 ay üçün gələcək gəlir şərti olaraq 3,320 milyon dollardır. Proqnozlaşdırılan gələcək satış həcmlərinin göstəricisinin alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə qiymətləndirilməsi yaxşı 0,5 bal. Marjinallıq 32,7%, alt kateqoriya üzrə orta göstərici isə 9,2% təşkil edir. Alt kateqoriya göstəriciləri ilə müqayisədə gəlirliliyin qiymətləndirilməsi yaxşı 0,5 bal. İşçilərin sayına görə alt kateqoriyada şirkətin payı 8,115% təşkil edir. Bu, bazar kapitallaşma payından 60% çoxdur. Şirkətin bir işçisinə düşən kapitalın məbləği 3517 min dollardır. Alt kateqoriya üçün isə 5618 min dollardır.
Alt kateqoriyadakı göstəricilərlə müqayisədə bir işçiyə düşən kapitalın həcminin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Bir işçiyə düşən mənfəət 127,9 min dollardır. Alt kateqoriya üzrə orta hesabla 40,6 min dollar. Alt kateqoriyadakı şirkətlərin göstəriciləri ilə müqayisədə fərdi işçiyə düşən mənfəətin qiymətləndirilməsi. Yaxşı, 0,5 bal. Təşkilatın fərdi işçisinə düşən gəlirin həcmi 390 min dollardır. Alt kateqoriya 441 min dollar. Alt kateqoriyadakı göstəricilərlə müqayisədə şirkətin bir işçisinə düşən gəlirin qiymətləndirilməsi. Keçərli 0 bal. Qısa mövqe 3,9% olan alt kateqoriya ilə müqayisədə 4,4% təşkil edir. Texniki göstərici RASO 14 şirkət üçün %41 səviyyəsini göstərir. Checkpoint. Alt kateqoriya üçün bu səviyyə təxminən 55%dir. Şirkətin səhmlərinin hazırki qiyməti təxminən 216 dollardır. Şirkətin səhmləri üçün konsensus qiymət təxmini təxminən 239 dollardır. Sifariş cədvəlinə baxaq, o sizin üçün əlçatandır. Bağlanmış şərhdə keçid. Sifariş cədvəli qiymətləndirmə məlumat sistemi tərəfindən bu mövsüm açıq şəkildə qəbul edilən bütün qərarları ehtiva edir. Guru Markets. Sifariş cədvəlinə giriş pulsuz və açıqdır. Bağlanmış şərhdə keçid. Şirkətin səhmlərinin təhlili əsasında checkpoint. Məlumat və arayış sistemi Guru Markets qərar qəbul edilir. Səhm üçün 216,45 dollardan alış əməliyyatı açın. Sifariş açıqdır, çünki şirkət nisbətən yüksək qiymətə malikdir. Şirkətin qiymətləndirməsi qiymətləndirmə metodu Akimin indeksi əsasında aparılır. Mənfəət götürmək 250,33 səviyyəsində müəyyən edilmişdir. Stop loss 182,57 səviyyəsində müəyyən edilib. Sifarişin mənfəət götürmək və ya zərəri dayandırmaq yolu ilə bağlanmadığı halda. Bu halda sifariş 30 iyul 2025-ci il tarixli sessiyanın nəticələrinə əsasən avtomatik bağlanır. Və ya göstərilən tarixdən əvvəlki son iş günündə. Ticker və RNS satmaq üçün balans sifarişidir. Balans əməliyyatı haqqında video kanalda yayımlanacaq və ya artıq yayımlanıb. Sifarişlərdən hər hansı birinin bağlanması halında əsas və ya balanslaşdırma. Əks sifariş son qiymətə bağlanır. Sona qədər izlədiyiniz və yardım sistemindən istifadə etdiyiniz üçün çox sağ olun. Guru Markets.